kafirləri əzabla qorxutsan da, qorxutmasan onlar üçün deyildir. İman gətirməzlər. Allah onların ürəyində və qulağına mühür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir. İnsanlar içərisində belələri də var ki, iman gətirmədikləri halda biz Allah'a və qiyamət gününə iman gətirdik, deyirlər. Onlar elə güman edirlər ki, Allah'ı və müminləri aldadırlar. Bilmirlər ki, əslində özlərini aldadırlar. Onların ürəyində mərəz vardır. Allah onların mərəzini daha da artırır. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olurlar. Onlara yer üstündə təfəkkür etməyin dedikdə, bizim işimiz ancaq yaxşılıq etməkdir, deyə cavab verir. Allah'ın salamı olsun Muhammed ve Ali Muhammed'e, Allah'ın salamı olsun əməli salih bəndələrine, Allah'ın salamı olsun sizlərə və həmçinin də bizlərə. Salam aleyküm. Hasan. 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 Ay Hasan. Bu zəhrimar sıratda kulağımdan. Durun, ya Allah, durun, dağılsın. Saatdan xəbəriniz var? Sizin evde demirlər bu uşaqlar hardadır. Birazdan süt namazıdır. يلا حسن انا ماشي ها يلا حسن نمشي Hasan dur, namaz vakti, dur. Hasan dur.
Hasan. 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 De. Size müvekkil olan ölüm meleği canınızı alacaktır. Sonra da Rabbinizin huzuruna kaytarılacaksınız. Her bir canlı ölümü tadacaktır. Sonra da huzurumuza kaytarılacaksınız. Ecelleri gelip çattıkta onlar birce saat bile ne yubanarlar ne de teleserler. Hayır. Can boğaza gelip yetişeceği, kim onu xilas edebilir deyileceği, ayrılık vaktinin gelip çattığını bileceği, gıçı gıçına dolaşacağı zaman aparılacağın yer Rabbinin huzuru olacaktır. Ölüm meleği hakikaten gelecektir. Bu senin korkup kaçtığın şeydir. Çıkarın canlarınızı. Bugün sizi alçaldıcı azap gözleyir. Ona göre ki siz Allah'a karşı nahak sözler deyirdiniz ve onun ayelerine tekebbür gösterirdiniz. Hasan dur. Hasan dur, namaz vakti, dur. Yatmışsan sen. Hasan. Ay Hasan. Hasan. Dur Hasan. 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 Habib Hasan.
حبيبي حسن يا رب لا حول ولا قوة إلا بالله. حسبك يا الله. رحمك الله يا عبد الله، رحمك الله. يا الله يا الله عفوك 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 يا رب تقبل الله يا عبد الله تقبل الله لا حول ولا قوة إلا بالله لا حول ولا قوة إلا بالله لا إله إلا الله. لا حول ولا قوة إلا بالله حبيبي حسن Hasan. 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 Herkes Rahman'ın zikrinden boyun kaçırsa, biz ona bir şeytan yoldaş ederik ve o şeytanın yakın dostu olar. Neçə illərdən bəri mənə itaət edirdin. Həzli buluğa çatdığın vaxtı xatırlayırsanmı? Mən o vaxtdan bəri səninləyəm. Harda olsaydın, sənə yoldaş idim. Mən o kəsəm ki, mənə itaət etməklə kömək edirdin. Bundan da sənin ağlına və qəlbinə hakim kəsildim.
Mən yalnız sənin əməllərinin həqiqətiyəm. Məndən başqa heç kəsin əmri və qadağası sənə fayda vermədi. Rabbim çok dersim. Çok dersim. Günahın şirinliyini sənə dadızdıran günah nəğməsini sənin qulağında cənnət nəğməsi kimi səsləndirən yoldaşın mən idim. Ey yazıq! Bu illər ərzində mənim varlığımı hiss etmədinmi? Elə zənn eləyirdin ki, sən azadsan və etdiyin bütün işlər sənin öz iradənlə idi. Yox, əslində nəfsin bunu sənə gözəl göstərdi. Mən səni idarə edirdim, sən isə bunu hiss eləmirdin. Artıq dünyanı tərk etdin. Budur, pərdələr sənin önündən götürüldü. Artıq qulağın, gözün və bütün hissiyatın güclüdür. Sən bundan qafil idin. Artıq bugün gözündən pərdəni götürdük. Sən bugün iki görürsən. Məndən hara qaça bilərsən? Hara qaça bilərsən axı? Budur. Sənin cəsədin qüsul verilmək üçün uzadılmışdır. İndi heç kəs səni görmür. Heç kəs. Yalnız məndən başqa. İndi isə ey ruh, irinli və qaynar su ilə yuyun. Bunu da sən ki öz aləmində möhtərəm şəxs idin. Kaçsın! Kaçsın! Bunu da sən ki öz aləmində möhtərəm şəxs idin.
Ben buradayım. Niye beni eşitmirsiniz? Ata. Ata. Ben ölmemişim. Ben buradayım. Ben ölmemişim. Ben buradayım. Ata. Ata. Ben ölmemişim. Bu cemaat hara gelir? Niye beni görmüşsünüz? Ben ata sizin yanınızdayım. Ben niye özümü istildiğinde görürüm? Niye eşitmirsiniz beni? Niye eşitmirsiniz beni? Niye beni görmüşsünüz? Ben ata sizin yanınızdayım. Ben ölmemişim. Ben buradayım. Bu cemaat hara gelir? Ben ata sizin yanınızdayım. Vay olsun bana vay. Rabbim çok tersiniz. Ben sana demedim mi? Ben sana demedim mi? Gözün bugün iki görür. Perdeler senin önünden götürülmüştü. Sen artık her şeyi öz hakikatiyle görürsen. Bu yazıklar ise hala da yukudadılar. Hansısa bir gün uyanacaklar. Bu it ise ettiğin pis amellerin tecessümüdür. Hansı ki o amellerde sen özün ısrarlıydın. Budur, öz ellerinle hazırladığın emeller. Bir gün insan ettiği emelleri görecek ve böyle diyecek. Kör torpak olaydım. Kör torpak olaydım. Kör torpak olaydım. Aramdır size. Niye defnedirsiniz? Aramdır size. Ata. Muhammed. Ali. Karşına bak, bu çalanı görürsen mi? Bu o evdi ki sen burada tekçe kalacaksan. Bu ev çoktandı ki senin gelişini gözleyir. O evin sakinleri kurtlar ve vəhşi sifətli heyvanlardı. Budur qəbir. Sonra onu öldürüp qəbrə koydu. Ya Rabbi. Burada çürüyer kefenler. Şuurlar burada silinip mahvolar. Deriler burada çürüyüp karabolar. Gözün bebeği burada eriyip öz hədəqəsindən akar. Ağızlardan çirkli ve irinli su gələr. Bunlarsa senin atan ve kardeşlerin, komşuların ve dostlarındır. Tezlikle onlar öz elleriyle dəfn eləyəcəklər. Senin üzerine torpaq dökəcəklər ve seni qəbirdə tənha bırakacaklar. Siz bizim huzurumuza ilk defa sizi yarattığımız kimi tek tenha geleceksiniz. Size verdiklerimizi ise arkada bırakacaksınız. Rabbim çok tersim. Vay olsun bana vay. Rabbim çok tersim. Çok tersim. Vay olsun bana vay. Yok.
Yok, yok, yok. Rıpırcağım, rıpırcağım. O gün vay halına yalan sayanların. O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. Ayələrimiz ona okunduğu zaman qədimlərin əfsanələridir deyər. Xeyr, əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır. Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar. Sonra cəhənnəmə vasil qalacaqlar. Sonra da onlara bu sizin yalan saydığınız cəhənnəmdir deyiləcəkdir. Ne oldu ayol? Ne kışkırsın? Ne oldu ayol? Niye ağlıyorsun? Bağışla beni ata! Ata bağışla beni! Ata bağışla beni! Ata bağışla beni! Ata bağışla beni ata! Ata beni bağışla! 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 Beni bağışla! Ata beni bağışla! Ata beni bağışla! Ata beni bağışla! Ata beni bağışla! Dur ayol. Dur. Ne oldu ayol? Ne kışkırsın? Ne yapmışsın? Sakinleş, sakinleş. Her şey yaxşıdır. İlahi, eğer günaha peşman olmak tövbe sayılırsa, andolsun izzetine ki, ben peşmanım. Ettiğim günahlar, bu dünyada benim için garipçiliktir. Kabirde tenhalıktır. Kabrin içinde vahşettir. İlahi, başkalarından gizlim kalan emellerimi bağışla. Eyüplerimin üstünü örtmekte devam et. İlahi, ölüm yatağında olduğum zaman əzizlərim de beni o taraf bu tarafa çevirdikleri vaxt öz rəhmətini məndən əsirgəmə. Gücül verilmek için uzatıldığımda başka ellerde o yan bu yana çevirdiğim vaxt mənə qarşı lütfikar ol. O məqrəba cənazəmin kenarlarından tutub məni daşıdıkları vaxt mənə mehriban ol. Ey mənim ağam, qəbrin savasında tək tənha qaldığım vaxt mənə öz səxavətini göstər. Bu yeni mənzilimdə qəribiyimə rəhmət ki, səndən başqasıyla üziyyətdə olmayım. وفي القبر وحدتي وفي اللحد وحشتي واغفر لي ما خفي على الآدمين من عملي وأدم لي ما بي سترتني وارحمني صريعا على الفراش
تقدرني أيدي أحبتي وتفضل علي ممدودا على المغتسل يقلبني صالح جيرتي وتحلل علي محمولا قد تناول الأقرباء وأطراف جنازتي وجود علي منقولا قد نزلت بك وحيدا في حفرتي وارحل في ذلك البيت الجديد غربتي حتى لا أستأنس بغيرك